Məscid yanından keçərkən azanın oxunduğunu eşidən sürücü geriyə dönüb müdirindən icazə istəyir. Cənab, icazə versəniz, azan oxunmuşkən burada namazımı qılsam, sonra davam etsək olarmı? Müdir çox da məmnun olmasa da icazə verir. Sürücü məscidə girir, müdir də avtomobilin içində gözləyər. Ancaq hər kəs namazını qılıb çıxdığı halda sürücü çıxmayınca, canı sıxılan müdir avtomobildən enib məscidin həyətinə girir, pəncərə şüşəsinə başını söykəyib içəri baxır ki, sürücü əllərini açıb duaya davam edir. Şüşəni tıqqıldadaraq səslənir. Hər kəs çıxdı, nə dayanırsan, sən də çıx. Buraxmır. Kim buraxmır? Səni içəri buraxmayan. Bir düşüncə bürüyər müdiri, səni içəri buraxmayan. Dərhal orada dəstəmazını alır, məscidə girir və yanına gəldiyi sürücüyə səslənir. Bax, deyir, məni də buraxdı. Yaşlı gözlərlə baxan sürücü deyir, əlbəttə buraxar. Bayaqdan bəri boş-boşunamı göz yaşlarıyla dua etdiyimi sanırsan. Sənin çöldə qalmağına könülüm heç cür razı olmadı. Əllərimi açıb içəri alınmağın üçün dua etdim. Şükürlər olsun, Rəbbim qəbul etdi duamı da içəri aldı, çöldə buraxmadı. Şükürlər olsun Rəbbimizə ki, bizləri də çöldə buraxmamış, içəriyə qəbul edilmişik. Bunun fərqinə varmalı, bu nemətin şükrü əda edilməli. Əsla laqeydlik və geriləmə olmamalıdır.